Salam, Qanlı İzlər podkastına xoş gəlmisiniz. Mənim adım Günay. Mənim Humay. Mənim isə Günel. Bugün sizə müasir kriminal tarixinin ən dəhşətli və ən simvolik işlərindən birini danışacağam. Hello Kitty işi. Bu hadisə 1999-cu ildə Hong Kongda baş verib və bütün şəhəri şoka salıb. Qurbanın qalıqlarını böyük bir Hello Kitty kuklasının içində tapıldığı üçün mətbuat bu adı verib. Bu hekayə təkcə bir cinayət işi deyil. Bu yoxsulluq, zorakılıq, travma, kriminal şəbəkə və insanların nə qədər qəddar ola biləcəklərinin acı bir nümunəsidir. İndi isə sakitcə nəfəs alaq və hadisəni addım-addım izləyək. Fan Manye'nin erkən həyatı haqqında çox az şey məlumdur, lakin onun az məlum olan şey faciəlidir. O, gənc yaşlarında valideynləri tərəfindən tərk edilir, qəsdən kənara atılıbmı, yoxsa valideynlərinin sadəcə ona qayğı göstərə bilmədiyi üçün dürmü bilinmir, amma o ailəsiz böyüyüb. Uşaqlığını uşaq evlərində keçirib və bir evdən digərinə qaçıb, yaşamaq üçün kifayət qədər dəstək alıb, amma Hong Kongda uşaqlar adətən 16 yaşında dövlət himayəsindən azad edilirlər deyə özlərinə baxmaq məcburiyyətindədirlər. Beləliklə 16 yaşında Fan Manye özünü tamamilə tək görür. Yəni o pulu, təhsili və ya hər hansı bir dəstək sistemi olmayan, sözün hər mənasında bir uşaqdır. Vəziyyətində olan bir çoxları kimi o sağ qala biləcəyi yeganə vasitəyə müraciət edir. O da seks işi, narkotik və kiçik cinayətə özünü yönləndirir. Bu müddət ərzində küçələrdə sağ qalmaq üçün mübarizə apararkən Fan Manye bir oğlan uşağı dünyaya gətirir. Bəzi mənbələr deyir ki, o vaxt o bir nəfərlə evli olub, bəziləri isə deyir ki, onun iş yerindən kimlənsə tanış olub və uşaq dünyaya gəlib. Yəni ikinci teori daha uyğundur məncə və daha məntiqli gəlir. Ata kim olursa olsun, Fan Manye indi baxmalı olduğu bir övladı var idi. Amma bunu etmək üçün praktik olaraq heç bir vasitə yox idi. O yoxsulluq içində yaşamağı davam edir və özünü, oğlunu dolandırmaq üçün qeyri-qanuni vasitələrə əl atır. 1997-ci ildə 21 yaşında olan Fan Manye'nin həyatında kiçik, lakin əhəmiyyətli dönüş baş verir. İndi o küçədə deyil, qadın evində işləyirdi. Bu hələ də seks işi idi, lakin daha strukturlaşmış bir mühitdə idi və onun daimi müştəriləri var idi. Menecerləri var idi, nəzərə cəhətdən qadınların müdafiəsinə cavabdeh olan insanlar, eyni zamanda qazanclarının bir hissəsini də götürürdülər. Yenə də yaxşı iş deyildi, lakin küçənin təhlükəli və gözlənilməzliyi ilə müqayisədə o həyatına kiçik bir sabitlik verirdi. Buna baxmayaraq, Fan Manye'nin həyatı inanılmaz dərəcədə çətin olaraq qalır. O sadəcə olaraq sağ qalmağa çalışır, övladını təmin etmək üçün əlindən gələni edirdi. Tezliklə onun həyatını ən dəhşətli üsullarla alacaq insanlarla qarşılayacağından xəbərsiz idi. Qarşılaşdığı kişilərin çoxu Hong Kongun yeraltı dünyasını idarə edən triadların üzvləri idi. Onlar zoraki, gözlənilməz adamlar idi və Fan Manye belə qarşılaşmaların gətirdiyi risklərini də bilirdi. Buna baxmayaraq, bəlkə də çarəsizlikdən bu yolu seçdi. O borcunu qaytarmaq istəyirdi, amma işi sabit deyildi. Biz indi burada borc deyirik, amma bu borc deyildi. Bizim bildiyimiz o pulu oğurlamışdı. Cüzdanından 4000 Hong Kong dolları, Azərbaycan manatı ilə 900 manat. Onun bir zəifliyinə gəlib və o pulu oradan oğurlayıb. Manlok isə bunu görüb və çox əsəbləşir xəyanətinə görə və üstünə də 10.000 Hong Kong dolları qoyub və geri qaytarmasını istədi, məcbur etdi. Sadəcə olaraq Fan Manye 14.000 əvəzinə 4.000 dollar geri qaytara bilib. Bir gün ümidli olurdu, yaxşı qazanırdı. Ertəsi gün isə heç nəyi qazanmırdı və borc getdikcə Manlokun davranışlarının sərtləşməsinə səbəb olurdu. Hong Kong triadları haqqında qısa bir məlumat vermək lazımdır ki, başa düşək onlar kimdir.
Triadlar uzun illərdir regionda fəaliyyət göstərən təşkilatlanmış cinayət qruplarıdır. Onlar narkotik, insan alveri, qorxutma, qumarxana nəzarəti və digər qeyri-qanuni fəaliyyətlərlə məşğuldurlar. Demək olar ki, mafiya. Manlok bu qruplardan birinin kiçik amma aqressiv üzvlərindən biri idi. O özündən aşağı vəziyyətdə olan insanları cəza və borc ödənişi adı ilə istismar edirdi. Fan Manye ondan təxminən o oğurladığı 4.000 Hong Kong dolları və üstəgəl 10.000 borc vermişdi və böyük bir məbləğ değildi bu əslində onun üçün. Amma yenə də prinsipə görə kim gecikdirsə bir dərs verilməlidir. Manlok gün keçdikcə daha aqressiv olurdu və Fanın iş yerinə gəlir və onu hədələyir, qışqırır, dostları və haqqında nalayiq sözlər deyir və nəhayət Manlok qrup üzvləri ilə bir plan qurur. 1999-cu ilin mart ayında Fan Manye ilə bağlı hər şey bir gecədə dəyişir. O klubdan çıxanda 3 nəfər onu izləyir. Manlok və 2 dostu. Long Shin-chi və Chen Chi-man. Ola bilsin adları səhv deyirəm, amma elə bilək ki, düz deyirəm. Hava isti idi, küçələrdə insanlar var idi. Heç kim nəsə şübhəli görsənmirdi. Bir anda onlar Fan Manyeyə yaxlaşıb onu zorla maşına mindirirlər. Heç kim səsküy eşitmədi. Əslində səsküy eşidilsə də, Fan Manye qışqırsa da heç kim nəsə eləyə bilməzdi. Çünki triadlar və normal insan. Yəni kimin daha güclü olduğunu bilirik. Qorxudan bəlkə də hamı göz yumub qulaqlarını bağlayıb davam ediblər yollarına. Polisə də demək, yəqin qorxardılar. Ona görə necə deyim, şaşmadım. Hong Kongun çox dar küçələrində adi bir anlaşılmazlıq kimi görünə bilərdi. Fan Manye qışqırırdı, yalvarırdı, amma qaça bilmirdi. Onlar onu düz Kowloon bölgəsindəki köhnə bir mənzilə aparırdılar. Bu mənzilin sonradan vəhşiliklərin mərkəzinə çevriləcəkdi. O mənzil çox kiçik, nəmli, kifli, rütubətli, xarab, dar bir mənzil idi. O mənzil demək olar ki, planlarına görə bir qadın evi olacaqdı. Cinayətkarların mənzilində qəribə bir şey var idi. Orada başqa biri də yaşayırdı. Bu cəmi 13 yaşlı bir qız idi. Triadlar tərəfindən istismar edilən Manloka tabe olan bir yeniyetmə. Demək olar ki, sevgilisi idi. 13 yaşında uşaq. Hə. Yazıq. O yəqin oğurlayıblar. Bu yeniyetmə qız sonradan hadisənin açılmasının əsas səbəbi olacaqdı. Çünki hər detayı ilə şahid olunan bir tək o idi. Bu dəhşətlərə şahid olmaqla yanaşı bəzən Fan Manye də kömək etməyə çalışırdı. Su vermək, sakitləşdirmək, ağrılarını azaltmaq. Amma çox vaxt onun əlindən heç nə gəlmirdi və o da o qızı, yəni Fan Manyeyi cəzalandırmaq məcburiyyətində olurdu. Qız sonralar deyəcək ki, onlar onun ağladığını eşidəndə daha da güclü zorlayırdılar və mən qorxudan donub qalırdım. Uşağın gözün qabağında edirdilər onun hamısı. Hə. Və Manlokun 34 yaşı var idi. Yəni qızın 13, Manlokun isə 34. İşgəncələr bir gün yox, bir həftə yox, tam bir ay davam edir. Cinayətkarlar Fan Manyeyi borca görə cəzalandıqlarını deyirlər, amma onların sadəcə bir qəddarlığı var idi, heç bir məntiqi yox idi. Fan Manyeyi ayaqlarından asırdılar, onu döyürdülər. Günlərlə yemək vermirdilər, bədəninə yanıq izləri var idi. Yanıq izləri isə karçuk yandırırdılar, damızdırdılar bədəninə. Görürdülər ki, o bəs eləmir, şama keçirdilər. Görürdülər ki, o da çox incitmir, başqa silahlara keçirdilər. Silah deyəndə ki, belə random, nə deyirlər buna? Və məntiqsiz, mənasız nə var idisə əllərində əşya olaraq, əllərinə nə keçirdisə ondan istifadə edirdilər. Mənə çatmır o bir ovuc pula görə bir qadına bu qədər işgəncə edirdilər. Hə. Yəni mənim də fikrimcə orada sadəcə gücdən gedirdi söhbət. Mən şokdayam. Bir ovuc pula görə əslində o ehtiyacı yox idi də o pula. O evə gətirdilər ki, dostları, tanışları, yəni triadların üzvləri gəlsin onu eskort qadın kimi ya da qadın evi kimi istifadə edib o qadından istifadə eləsin, pul qazansınlar. İşgəncənin nə dəxlisi var? İşgəncə də sadəcə əyləncə amacı ilə eləyirdilər
və bir müddətdən sonra işgəncələr bir nöqtəyə daha bir simvolik hala gəlmişdi. Onlar qışqırmasını dinləməkdən zövq alırdılar. Artıq onu buraxmaq məncə fikirləri yoxdur. İşgəncə verib heyvan kimi saxlamaq. Yəni onu döyəndə, işgəncə verəndə o elə bir səs çıxarmalı idi ki, güya xoşuna gəlir və o səsi çıxarmayanda daha da ağır ona cəza verirdilər. Və gecələr də isə Fanmaniye səssizcə ağlayırdı və bəzən isə huşunu itirirdi. Qız da deyir, yəni 13 yaşlı qız, onun bədəni artıq tanınmaz hala gəlmişdi. Mən hər gecə kabus görürdüm. Oradakı ona gələn o kişilər, hansılar ki, əvvəl gəlirdilər, bədəni yanıq olduğuna görə artıq gəlmək istəmirdilər. Çünki küçədə daha qəşəngləri var idi və bu Manloku daha da çox əsəbləşdirirdi. Bir aydan çox davam edən işgəncələrdən sonra Fanmaniye xəsarətlərə tab gətirmir. Teatrların üzvləri, yəni Manlok və onun dostları bir otaqda oyun oynarkən kompüterlə, amma hamamda isə Fanmaniyeyi vannaya qoyublar ki, orada qalsın. Səs gəlməməyə başladı. 13 yaşlı qız hamama girdikdən sonra görür ki, Fanmaniye artıq nəfəs almır və qışqırır. Triadlar isə panikə düşür, çünki qətl onların planında yox idi. Manlok əsəbdən divarlara vurur, digər ikisinə qışqırır. Qəsdən qurtulmaq üçün vəhşicəsinə plan qururlar. Onlar bədəni hissələrə ayırır, tanınmaması üçün bişirirdilər. İndi təsəvvür ki, 4 göz sobanın üstündə 3 dənə qazan Fanmaniyenin bədən hissələrini qaynadır. Bir gözdə isə özlərinə makaron bişirirdilər. Yəni, ay Allah. Onun iyisi çox yəni ki, dünyanın ən iyrənc qoxusudur. Onu necə eləyə bildilər? Ay Allah, Allah sizə. Demək ki, yeyiblər onu. Yo. Bu Hong Kong tarixində ən iyrənc cinayət proseslərindən biri kimi qeyd ediləcək. Qalıqlarının bir hissəsi isə çölə atılır, amma baş və qol saxlanılır. Yeyirlər Yox, ətdən. Yox. inanmıram. Çox vaxt baş və qol, ayaq hissələri ona görə saxlanılır ki, ona sən insanı tapa bilirsən barmaq izlərinə görə. Başı isə Bəs o əti bişirib nə pox yeyəcəklər? o əti bişirib böyük ehtimal şey edirlər, atacaqlar. Əti atıblar, sümükləri yəqin ata bilməyiblər. Əti sümükdən ayırmaq üçün bişirirlər axı çox vaxt. Bütün bədən hissələrini bişirirlər, amma qolları və başını deyil. Mənzildə böyük bir Hello Kitty yumşaq oyuncağı var. Ümumiyyətlə mən bütün kuklalardan heç xoşum gəlmir. Qorxunc bir şeydilər. Təxminən 1 metr hündürlüyündə. Cinayətkarlar qurbanın başını və qolunu həmin kuklanın içinə yerləşdirirlər. Demək olar o Hello Kitty'nin başını oyurlar və onun başını içinə qoyurlar. Oyuncağın ağ, sevimli görünüşünün içində gizlənmiş insan qalıqları demək olar. Bu ziddiyyət cəmiyyəti daha da çox şoka salır. Bu artıq sadəcə bir qətl deyildi, bu psixoloji bir simvola çevrilmişdi. İşgəncələr başa çatdıqdan və cəsəd gizləndikdən sonra qız, yəni 13 yaşlı qız, kabuslarla yaşamağa başlayır. O hər gecə Fanmaniyenin səsini eşidir. Başının Hello Kitty kuklasının içində olduğunu xatırlayır. Hər dəfə gözlərini yumanda o səhnəni görür. Bir gün o polisə gedir və deyir: "Mən yuxumda deyiləm, mən hər şeyi gördüm." Başlanğıcda polis şübhələndi. Yuxular, kabuslar, yəni bəlkə bir uydurmadır. Amma mənzilə gedəndə hər şeyi bir-bir təsdiqləndi. Manlok və dostları həbs olunur. Məhkəmədə maraqlı bir şey baş verir. Onlara qəsdən adam öldürmə sübut edə bilmədi. Çünki onların öldürmək niyyətinin olmadığını iddia olundu. Onlar qanunsuz olaraq insanın ölümünə səbəb olma maddəsi ilə mühakimə olundular və ömürlük həbs aldılar. Bu hökm cəmiyyətdə böyük bir mübahisəyə səbəb oldu. Bu hekayə yalnız dəhşət haqqında deyil. Bu təhlükəli olmayan həyat şəraiti, yoxsulluq, zorakılıq, istismar və kriminal strukturların qurbanı olan insanların acı taleyi haqqında bir dərsdir. Fanmaniyenin hekayəsi bugün unudulmayıb. O cəmiyyətin ən zəif insanlarının necə müdafiəsiz qaldığının simvoluna çevrilib. Mən şokdayam. İnsan nə qədər vicdansız olar bir ovuc pul üçün güya cəzalandırır. Cəzalandırdım 1 həftə, 2 həftə, 1 ay sonra da o insanın həyatını elə də məhv eləmək doğru deyil. Nə qədər vicdansız olsan da bunu eləməməlisən.
Bəzən kişilər unudur ki, özlərini də bir qadından əmələ gəlib dünyaya gətirilib Ondan böyüdülürlər. əlavə bu bir insanın bir insana eləyə biləcəyi bir şey deyil. Yəni ki, Özü 3 nəfər eləyib onu. hepsi xəstə Nə idilər. qədər xəstə olsan da başında biri xəstə deyil ki, üçü də eyni düşüncədə bir qadına. O elə həyat qadınları adam kimi qəbul edilmir. Nəinki həyat qadını, bir-iki kişi ilə görüşüb özünə həyat yoldaşı seçən qadınlar da hörmətlə görünmür. Yəni o toplum içində ona göz yumub keçənlərdə də məncə günah. Bir qəbul eləsəydilər, kömək eləsəydilər, o qışqırığı adicə onu qaçırdanda, çünki bilirlər ki, həyat qadınıdır, göz yumurlar, hə, onsuz da haqqınadır, nə olursa özü eləyib kimi yola verirlər. Hələ də elə qalıb da. Keçən həftə mən idmana getmişdim. Orada bir nəfər gəlib deyir ki, bu əl hərəkətini bilirsiniz, bu mənə yardım elə deməkdir. Yəni qadınların bir baş barmağını əlinin içinə alırsan, 4 barmağını da üstünə qoyursan. Bunu mənə belə göstərir. Deyirəm, necə yəni sənin neçə yaşın var? İndi ilk dəfədir bunu eşidirsən. Hə. Yəni həqiqətən tək o deyildi ha. Orada bir 5-6 dənə başqa da adam var idi kişi cinsindən. Onlar da bilmirdilər bu əl hərəkəti. Mən şokdaydım ki, nə əcəb. Yəni mən indi Avropa ölkəsindəyəm. Mənə kömək lazımdır. Başıma bir pis iş gəlir və mən bu əl hərəkətini edirəm və demək olar ki, indi bu 10 nəfərdən 7-si bilmirdi bunu. Demək olar ki, mən orada boş-boşuna əlimlə oynayıram da, yolda, küçədə. Əl hərəkəti dediyin əl hərəkəti var. Biz keçən il yox, bu il idi. Türkiyəyə getmişdik. Türkiyədə bir günlük pauza eləmişdik axı tətildən qayıdanda. Və orada çox qəşəng eləyiblər. Mağazaların önlərinə, plakatlarda falan o əl hərəkətini göstəriblər izahatına kimi ki, bu nə deməkdir də, ki əhali bilsin ki, bir qadın bu əl hərəkəti eləyəndə bu nə deməkdir. Onu çox qəşəng ağıl eləyiblər. Yəni biz Avropadayıq, onu hələ indi O dərəcəyə o dərəcəyə gəlməyib. Hələ o sosial videolar var, insanlara ibrət olsun deyə çəkirlər. İnsanların gözünün qabağında uşaq qaçırdırlar. Qurumadır da. Bəlkə 20-sindən 19-u ona fikir verməyib. Hə, görüb uşağın ağzından tutub küçəyə salıblar. Onlar bunu görüb belə sağa sola baxıb davam edirlər getməyə. Çox insan o videolardan görüb məncə. Yəni biz ümumi millət olaraq Avropa, Asiya fərqli olmayaraq məncə bir çox problemlərə göz yumaraq onlar aradan qalxdığını düşünən insanlardanıq. Yəni həqiqətən adam çox təəssüflənir, pis olur. Yəni adicə Deməli, mən onda sizdə kimdən kömək istəyim? heç kimdən. Hə. Öyle qal. Ona görə papa boş-boşuna demir ki, siz heç kimə güvənməyin. Sizdən Təsir- özünüzdən başqa heç kim sizə kömək eləməyəcək. Ha, heç kimə güvənmə, çünki indi başqa insan düşüncəsi ilə sənin başına bir şey gəlsə, mən sənə kömək eləməməliyəm əslində, çünki başın problemə girər. Niyə mən özümə o problemi çəkim? Qoy sən çəkmirsən, bəsindir də, onun kimi görünür. Mən düzü göz yumaram, qəti göz yumaram, amma o qədər göz yumulur ki, bu qədər hərəkətə. Bir düşüncədə bir irəliləyiş yoxdur. Hansı ölkədə olur olsun. Bəli. Onu da Yəni o bir ana olub uşağına baxmaq istəyib, pula ehtiyacı olub, dövlət tərəfindən yardım göstərilməyib və buna məcbur qalıb bunu eləyib. Bu o qədər oğurluğu. o qədər qadınlar hansı ölkədə olursa olsun, o qədər qadınlar var və bir damğaya vurulub kənara qoyulurlar. Bunu da oxumuşam bu gün. Deyir ki, mağazalarda 2,5 milyard avroluq oğurluq, yəni baş verib ki, bu il. Mən də düşünürəm ki, yəni səbəbi var da bunun. Hər şey bahalaşır, inflyasiya falan filan, maaşlar amma artmır. Əlbəttə ki, insanlar indi oğurluğa başlayacaq. Hətta TikTokda necə oğurlayım deyə məsləhətlər verəcək videolar da paylaşırlar. Mən şəxsən indi mağazaya getsəm, görsəm ki, bir qadın yemək oğurlayır, mən heç vaxt qışqırmaram ki, hə, bu indi burada satmaram. Yəni demərəm də. Ehtiyacı var ki, oğurlayır da, yoxsa kimin ehtiyacı olmasa niyə oğurlasın ki?
Almaniyaya təzə gələndə elə belə işlər olur, işləyirsən ki, biraz özü tutasan. Mağazada işləyirdim. İndi mağazanın adını demirəm. Paltar geyim mağazası idi. O qədər bilirdim, oğurlayıblar. Gedib heç birinin üstünə düşmürdüm. Müdür gəlib deyib ki, hə, niyə şey eləmirsən? Dedim ki, o 5 manatlıq kofta oğurlayıb. Mən düşəcəm dalına, bilmirəm ki, mənim başıma nə gələcək. Dedim, 5 manatlıq koftaya görə mən dedim, burada özümü başıma problem gətirən deyiləm. O oğurlayır, bacarır. Deyirdim, axıran qoysunlar, nə qoysun mənlik deyil. Yəni mən oğru bir gözümün qabağında üst-üstə geyinib oğur. Vecmə deyildi. Qarşı da çıxmırdım. Humay deyirsən sizdə də elə olurdu. Humay da Bizdə işləmişdi. mən də işləmişəm. Düzü mən Günay kimi indi tezə gəlmişəm, iş axtarmaq məqsədi yox. Prosta işdən sonra o qədər çox boş vaxtım olurdu ki, ekstra işə girmişdim ki, əlavə pul qazanım deyə. Boş vaxtımı bilmirəm necə dəyərləndirim o vaxtları. Qram heç vaxt arxasına düşmədim. Belə də baxanda onu mənim müdürüm də demişdi. Belə bir şey baş verərsə ilk dəfə deyil. Ona görə onların ekstra bir dənə sığortası var idi. O cür hallar baş verdikdə nə deyirlər ona? Qarşılayırdı. Hə, sığorta onun hər şeyini qarşılayırdı. Ona görə şey deyildim, rahat deyildim. Uzun sözün qısası, qadın cinayətlərinə, o əl hərəkətlərinə biraz daha çox diqqət Yəni yetirək. şiddətə ilk öncədən qadına qarşı Şiddətə yox deyək və həqiqətən gözümüzü yummayaq, açıq saxlayaq qulaqlarımızı. Deyirəm ki, Mən- sizin qızınız da, ananız da, nə bilim xalanız da, siz də ola bilərsiniz o vəziyyətdə. Yəni özünüzdən başlayın ki, başqalarına irəli getsin. Yəni 3 meymunu oynamaqdansa biraz həyatda olduğunuzun nəfəs alma səbəbini göstərin, heç olmasa mənasını. Və beləliklə gecəniz, axşamınız, sabahınız xeyrə deyib gələn dəfə görüşənədək. Hələlik. Hələlik. Hələlik.